Bugünkü mövzumuz tələbələrə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi haqqında olar. Bildiyimiz kimi Azərbaycanda tələbələrə ictimai nəqliyyatda heç bir güzəştlər tətbiq olunmur. Digər insanlarda ictimai nəqliyyat necədirsə, hansı dərəcədədirsə, tələbələr üçün də o cür tətbiq olunur. Tələbələrin mütləq əksəriyyəti ictimai nəqliyyatdan istifadə edən kəsimdir. Xüsusilə də Azərbaycanda əksər universitetlər paytaxt Bakı şəhərində məskunlaşıb və Bakı şəhərində yerləşir. Buna görə də tələbələr, universitetə daxil olan tələbələr də avtomatik böyük əksəriyyəti paytaxt Bakıda məskunlaşmağa məcbur qalır və paytaxt Bakıda da istənilən bir yerə getmək daha çox metro istifadəsi ilə mümkün olur və digər ictimai nəqliyyatlardan, avtobuslardan nə qədər tıxaclar olsa da, metroda nə qədər basa-bas olsa da, tələbələr məcburdur ki, metrolardan, avtobuslardan istifadə etsin. Təbii ki, istisna hallar var. Kimsə özünün şəxsi maşını ilə gələ bilər, kimsə taksi ilə gələ bilər, kimsə piyada da gələ bilər əgər yaxında yaşayırsa. Amma ümumən tələbələrin bu gün ictimai nəqliyyatlardan istifadəsində güzəştlərin tətbiq olunmaması mənim fikrimcə çox böyük bir haqsızlıqdır, ədalətsizlikdir. Çünki Azərbaycan kimi ölkədə, xüsusilə də əhalinin rifah göstəricisinin aşağı olduğu ölkədə nə qədər də Yeni Azərbaycan Partiyası, nə qədər də iqtidar bunu gizlətsə də əhalinin rifah dərəcəsinin güya ki, yaxşı olması haqqında müəyyən fərziyyələr irəli sürürlər. Amma bildiyimiz kimi bu belə deyil. Bəlkə sizin hər biriniz bu videonu izləyən hər bir sadə Azərbaycanlı, sıradan Azərbaycanlı çox gözəl başa düşür ki, bugün Azərbaycanlıların iqtisadi durumu, maddi rifahı istənilən səviyyədə deyil. İstənilən səviyyədə dediyimiz də əslində minimum istəklərdir ki, bizim hazırda iqtisadi göstəricilərimiz Azərbaycanlıların öz minimum istəklərini belə maddi cəhətdən yerinə yetirməsinə imkan vermir. Və hər ailədə orta hesabla götürsək ki, bir nəfər tələbə var, həmin tələbənin təhsil haqqısı doğrudur, ödənişsiz əsaslarla təhsil alan tələbələr də var. Amma mütləq əksəriyyəti və yaxud da ki, 50%-dən çoxu ödənişli əsaslarla təhsil alan tələbələrdir. Təhsil haqqları da bizdə yüksəkdir. Universitetlərin paytaxtda yerləşməsi tamamilə başqa bir mövzunun problemidir. Bakıda olan tıxacın, metroda olan bu basa-basın, siz diqqət edin, hər gün iş saatlarında, səhər saatlarında, bir də səhər, günorta və bir də axşamüstü iş bitəndən sonra saatlarda metroda inanılmaz dərəcədə basa-baslar olur və bunun daha çoxu elə paytaxtda məskunlaşan universitetlərə görədir. Tələbələrin əksəriyyəti məcburdur ki, metrodan istifadə etsin və bu da metroda həmin saatlarda günorta növbəsi, səhər növbəsi və günortadan sonra dərsi bitən tələbələrin və axşamüstü işdən çıxan insanların evinə getməsi həmin zamanlarda metroda xüsusi sıxlıq olur. Amansız bir sıxlıq olur. Hətta orada metroda özünə yer tapanlara az qala mükafat vəd olunmalıdır həmin saatlarda. Metrodan istifadə etmək çox böyük cəsarət tələb edir. Çox böyük döyüş ruhu tələb edir insanda. Tələbələrə ictimai nəqliyyatlarda güzəştlərin tətbiq olunmasına artıq başlanılmalıdır. İllərdir bu haqda söhbət gedir, mediada gedir, mətbuatda gedir. Ara sıra bizim bəzi deputatlarımız da bu haqda danışır ki, tələbələrə müəyyən güzəştlər tətbiq olunsun, amma bu elə danışıq səviyyəsində də olduğu kimi qalır. Bu nə əmələ gəlib çıxır, nə hər hansısa bir rəsmi təklifə gəlib çıxır ki, bir qrup şəxs və yaxud da ki, bir qrup tələbə və yaxud da ki, bugün ölkədə artıq məhv edilmiş vətəndaş cəmiyyətindən bir qrup şəxs çıxsın, petisiya imzalatsınlar tələbələrə ki, müəyyən təkliflər hazırlansın, parlamentə göndərilsin və yaxud da prezident administrasiyasına göndərilsin və bunlar əməli olaraq heç bir rəsmi şəkildə bunların heç birisi həyata keçirilməyib və dövlət də bu təkliflərin olmadığını fürsət bilərək özü də bir əməli bir addım atmır. Nə avtobusların istifadəsində tələbələrə güzəştlər tətbiq olunmur, nə metroların istifadəsində. Məsələn, metro kartlarda bir şey etmək olardı ki, tələbə kartlarından istifadə olunsun və tələbələrə oradan heç olmasa bir 50% və yaxud da 30% güzəşt tətbiq olunsun. O da yoxdur ortada. Universitetlərin əksəriyyətini gəlib yığıblar Bakıya. Rayondan gələn tələbələr də, müxtəlif bölgələrdən gələn tələbələr olsun, Bakının, Sumqayıtın özündə, Abşeron yarımadasında yaşayan tələbələr, hamısı axın edir paytaxta, əksəriyyəti təbii ki, və sıxlıq yaranır və onlara həm də güzəştlər də tətbiq olunmur.
Bir daha təkrar edirəm, onsuz da təhsil haqqları yüksəkdir, onsuz da bu gün Azərbaycanda tələbə olmaq artıq bir lüks deyil. Eee, Bu çox böyük problem olacaq gələcəkdə. Bugün bizim universitetlərimizdə hər məktəbdən çıxan artıq universitet tələbəsi ola bilir. Mən bunu da doğru hesab etmirəm. Bu yaxınlarda Təhsil naziri, cənab nazir İctimai TV-dəki efir bir verilişdə söylədi ki, bizdə cəmiyyətdə belə bir algı var ki, məktəbi oxuyan hər bir kəs hədəfi birbaşa universitet olmalıdır. Məktəb sanki universitet üçün insan yetişdirir. Bəli, mən cənab nazirin bu fikirlərinə qatılıram. Mən onu son dərəcədə haqlı hesab edirəm. Məktəb insanı yetişdirilən bir yerdir. Təlim-tərbiyə məkanıdır. Məktəb o demək deyil ki, bir sinifdə hər kəs universitet tələbəsi olmalıdır. Amma bu gün Azərbaycan dövləti elə bir siyasi xətt çizib ki, bu gün 210 balla, 207 balla gedib universitetə qəbul olurlar, dövlət və özəl universitetlərinə və dövlət oradan öz büdcəsini doldurmaq üçün təhsil haqqı yığır. Və bu da disbalansa yaranmasına gətirib çıxarır. Universitetlərə baxın, universitetlərdə heç də təhsil almaq üçün gələn bir əksəriyyətini təhsil almaq üçün gələn bir gənc obrazı görmürük orada. Universitetlərdə vəziyyət çox pisdir. Universitetlərin özünün təhsil siyasətində nöqsanlar var. Dövlətin universitetlərə yanaşmasında nöqsanlar var. Bunlar təbii ki, hamısı ayrı-ayrıca danışılacaq və uzun danışılacaq mövzudur. Bugün Azərbaycanda universitet rektorlarının davranışı, onların tələbəyə münasibəti, onların özlərinə münasibəti, tələbə-rektor münasibətləri, tələbə-müəllim münasibətləri universitetdən söhbət gedir. Bunlar hamısı çox böyük mövzudur. Bunlar haqqında çox uzun-uzun danışmaq lazımdır. Amma bugün Azərbaycanda tələbələrin ictimai həyatları, tələbələrin asudə vaxtlarını yaxşı dəyərləndirmək üçün bu xüsusi bir illərdir 4-5 il tələbəlik dövrü olur, qayğısız, yeniyetməlikdən gənclik illərin ilkin başlanğıcı. Bu zamanlar tələbələr gedib dərsdən sonra mütləq iş tapıb işləyib öz təhsil haqqlarını ödəmələri, özlərinin onsuz da bahalı olan həyat Azərbaycanda, mən bunu artıq dəfələrlə qeyd etmişəm. Azərbaycanda bugün yaşam standartları çox bahadır. Azərbaycanda bugün həyat çox bahadır. Bu tələbələrin də öz ailələrinə yük olmasın deyə öz rahat yaşayışından vaz keçib dərsdən sonra əlavə işlərə qalırlar, məcbur olurlar restoranlarda, kafelərdə və yaxud da ki, digər iş yerlərində işləməyə. Nə onların normal bir tələbəlik həyatı olur, asudə vaxtları olur, nə onların bir ictimai, sosial həyatı olur ki, müəyyən bir aktivlik göstərsinlər, o gənclik enerjisini, gənclik ruhlarını buna xərcləsinlər. Və bunun müqabilində dövlətin də bu cür onlara, tələbə gənclərə amansız davranması həm yüksək təhsil haqqı məbləğləri, həm universitet həyatının baha olması, həm ictimai nəqliyyatlar məsələsi, hələ digər məsələlər də var. Məsələn, universitetlərin yataqxanalarının yetərincə olmaması, universitet tələbələr məcbur qalıb kirayə mənzillərdən istifadə edir, xüsusilə də regionlardan gələn tələbələr və bu da onlara başqa bir iqtisadi problemlər yaradır, başqa bir maddi ehtiyaclar yaradır. Və bütün bunların həlli təbii ki, Azərbaycan hakimiyyətinin əlindədir, iqtidarın əlindədir. Artıq 32 ildən artıqdır iqtidar partiyalarıdırlar. Bunun həll yolları kimi təbii ki, ictimai nəqliyyatda tələbələrə ilk növbədə güzəştlər tətbiq olunmalıdır. Daha sonra universitetlər bölgələrə köçürülməlidir, mərhələ-mərhələ təbii ki, hissə-hissə bölgələrə köçürülməlidir ki, Bakıdakı sıxlıq aradan qalxsın, bölgələrimizin inkişafına gətirib çıxarar. Bölgələr artıq təbii formada inkişaf edəcək. Özəl sektor bölgələrə axın edəcək, hamısı Bakıda yığışmayacaq. Bunun geyim məsələləri olsun, qida məsələləri olsun, kofe shoplar olsun, restoran şəbəkələri olsun. Bunlar hamısı həm də bölgələrimizin təbii inkişafına gətirib çıxarar. Doğrudur, bölgələrimizin təbii inkişaf məsələsi bir qədər daha siyasi mövzudur. Bunun tələbələrə dolayısi yolla bağlantısı olsa da çox da aidiyyatı yoxdur. Bu dövlətin və siyasi camiəni qayğılandıran, maraqlandıran məsələdir. Amma bunun hamısı bu işin tərkib hissəsidir. Çünki regionlar inkişaf etməsə, ora gedən tələbə də maraqlı olmayacaq. Məsələn, mən fərz edək ki,
universitet olmayan bir rayon götürək, Aran rayonlarından biri və yaxud da şimal rayonlarından biri. Orada region özü inkişaf etməsə, tələbə də həmin regionda gedib 4 il tələbə olmağı bəlkə də çox da istəkli yanaşmaz buna. Amma həmin regionlar inkişaf etsə, oranın yaxşı parkları olsa, yaxşı restoranları olsa, yaxşı gəzməli, görməli yerlər olsa, tələbələr də ora axın edər və tələbələrə artıq bu ictimai nəqliyyatda tətbiq olunan güzəştlərdən həm də dövlət bu yükdən qurtula bilər, bir növ. Həm regionların inkişafına gətirib çıxara bilər, həm tələbələrin daha rahat olmasını gətirib çıxara bilər. Hamısı yığılıb paytaxtda, böyük bir yüklənmə var. O əsəb, stres, hər gün sıxlıqla, hər gün növbə ilə dərsə bəzən gecikmək, bəzən vaxtında çatmaq, bəzən qaça-qaça çatmaq az qala bunlardan qurtula bilər və tələbələrin də artıq onlara düşən maddi yükdən bir qədər qurtula bilərlər və mən ümid edirəm ki, tezliklə heç olmasa 2026-cı ilin dövlət büdcəsində buna rast gəlinmədi, amma 2026-cı ilin növbəti aylarında mən ümid edirəm ki, bu haqda Nazirlər Kabinetinin, bu haqda hətta Təhsil Nazirliyinin özünün də müəyyən bir fəaliyyəti olacaq, müəyyən bir addımları olacaq ki, tələbələrə başlıca olaraq ictimai nəqliyyatlarda güzəştlər tətbiq olunsun.